Xalqın təsəvvüründə cadu insan orqanizminin korlanmasına, şəxsi və ya iş həyatının pisləşməsinə məqsədyönlü şəkildə göstərilən neqativ təsir demək. İnsanlar hesab edir ki, cadu sehrin bir növüdür və onu yalnız ovsunçular, cadugarlar edə bilər. Cadunu da məhz bu təsrifata müvafiq insanlar, yəni cadugarlar təmizləyə bilər. Hər nə qədər təcrübli olsa da, cadugarların, ovsunçuların təkliflərinə yüksək səslə gülən müasir insanlar ciddi bir xəstəlik və ya şəxsi həyatdakı problemlərlə qarşılaşdıqdan sonra inanırlar ki, bu qüvvələrə etimad göstərmək olar. Belə hallarda bəziləri cadugarlara və ekstrasenslərə müraciət edir. Halbuki, cadugarlar özləri bunun tam əksini iddia edir. Magiyanın gücü cadulanmış insanın ona inamından asılıdır. İnsanı öldürən qara magiya deyil, cadulanmış insanı öz təsiri altına salan qorxu və narahatlıq hissləri. Uğur gətirən də ağ magiya deyil, uğur gətirən ovsulanmış insanın məhz bundan sonra taleyin onun üzrə güləcəyinə güclü və sarsılmaz inanır. Gördüyünüz bu qadın hamının baxıcı kimi tanıdığı yeganə xanım. Ona hər gün çoxlu sayda insanlar müraciət edirlər. Lakin bu insanların bir çoxu heç təsəvvür edə bilməz ki, yeganə xanımı baxıcılıq etməyə başlamasına bir hadisə təsir edir. Anamı cavabı öldü. Mən bunu demişəm, yenə deyirəm. Mənim qapıma, mənim heç vaxt bilmədiyim, gezmədiyim ateist böyüdür. Biz baxıcıya gedləmişdik. Amma bizim qapıya qurd yağı sürtülmüşdü. Mən heç bilmirdim onu, yəni sığıt da elədik, baxdıldıqsa sonradan göndərdilər də, dizilər də, baxını saldılar məni, o da gedirik. Gəliblər yanıma ki, Yegan xanım, biz müalicəyə gedirik, müalicə heç nə bildirmir, heç nə görünmür, tapmırlar dərdimi. Həmin adam bu yıl sağdır. 2002-2003-cü ildən bu güneydən sağdır o adam. Yəni demişəm, harada demişəm, gedib çıxardıblar. Ölümünə kəfəndə olub, kəfən cırması olub. Xeyirli, yəni nə lazımdır ona Allah, nə yazıbsa, onları təmizləmişəm, xeyrini görüb. Gedib müalicəsini də eləyib, xeyrini də görüb, sağdır indi o adam. Halbuki ən ağır xəstəliyi var idi. Yenə də deyirəm, insan dərətiyle sağdır o adam. Ey qədim ruhlar, çağırışımı eşidin, bu gücü oyat. Bugünkü gündə cadunun daha çox yayılmış növlərindən biri Voodoo magiyası hesab olunur. Voodoo ayini ilk dəfə olaraq 1750-ci, 1785-ci illər arasında dünyanın ən sirli adalarından olan Haitidə meydana çıxmağa başladı. Voodoo Afrikanın qədim Fon tayfasının dilindən tərcümədə ruh demək. Voodoo ayininin əsasını Voodoo ilə və ya Yorumba tayfasının zəncilərinin ifadə etdiyi kimi Orisha ruhları ilə ünsiyyət prosesi təşkil edir. Ruhlara qanlı qurbanlar gətirilir, təbil döyüşü, musiqi və ritual rəqslərinin köməyi ilə isə bu qüvvəyə inananlar trans vəziyyətinə düşürlər. Daha qədimdən bizim dövrə qədər Voodoo gizli ayin hesab edilir. Voodoo'nun qanunlarına görə bir insanı bəlaya düşər eləmək üçün Voodoo kahini başı, ayaqları və əlləri olan balaca müqəvva hazırlayır. Sonra bu müqabbaya ovsullanacaq insanın saçı və ya həmin insana məxsus olan digər bir əşya bədililir. Daha sonra həmin müqabbaya iynələr sancılır. Ovsullar oxunur və cadu həyata keçirilir. Cadugarın insanı hansı bəlaya salmaq istədiyindən asılı olaraq iynələr Voodoo müqabbasının ürəyinə, başına, əllərinə, ayaqlarına və ya həyat üçün vacib hesab edilən digər orqanlara uyğun yerlərinə batırılır. Cadu insan övladını yarandığı gündən izləyir. Cadu əməlinin ilkin izlərinə paleolit dövrünün qalıntılarında rast gəlinmişdir. Sivilizasiyalar yaranıb məhv olsalar da, vaxt bəzi şəhərlərin və millətlərin adlarını tarixdən silsə də, cadu hələ də qalmaqda davam edir. Belə bir fikir var ki, dünya tarixindəki dahi insanların bir çoxu onların həyatında faciəvi rol oynayan cadunun qurbanı olmuşlar. Tanınmış Rus şairləri Mikhail Lermontov və Sergey Yesenin də məhz bədnəzərin qurbanları idi. Belə ki, hər iki şairin taleyi faciəvi sonluqla bitmişdir. 27 yaşlı Lermontov duel nəticəsində güllələndi, 30 yaşlı Yesenin isə sözünə qəsdlə həyatına son qoydu. Tanınmış İtalyan bəstəkarı və skripkaçısı Nicola Paganini ilə dəfələrlə onun öz musiqi aləti vasitəsilə cadulamağa cəhd göstərmişdilər. O öz dostlarına yazırdı, mən sanki parça-parça oluram. Bütün bunlara səbəb isə mənə heç vaxt xoşbəxt olmağı rəva bilməyən taleyim. Əslində isə səbəb tale deyil. Ömrünün sonuna kimi özündən ayırmadığı skripkası, daha doğrusu skripka vasitəsilə onu edilmiş cadu, bəstəkarı ağır xəstəliyə düçar edir. Bəzən cadu nəinki tək bir insanı, hətta bütün ailəni və ya nəsli məhv edə bilər. Məhz belə bir cadu Qanci ailəsinin ölümünə səbəb oldu. Indira Qanci və onun oğlu Raciv Qanciyə insan ömrünü qısaldan ailə cadusu edilmişdi.
Bu cadu insanı elə bir zərbə qarşısında qoyur ki, o öz əcəli ilə ölür. Belə baxsız ölümlər nəsildən nəslə keçir. 1984-cü ildə Indira, 1991-ci ildə isə Rajiv Gandhilər eyni aqibətlə terroristlər tərəfindən qətlə yetirildilər. Ailə cadusundan Kennedilər də zərər çəkmişdi. 1963-cü ildə Dallasda Amerika Birləşmiş Ştatları prezidenti John Kennedy, 1968-ci ildə isə Los Angelesdə onun qardaşı senator Robert Kennedy ölçülür. Cadunun ən qəddar forması ilə Wolfgang Amadeus Mozart qarşılaşmışdır. Onun orqanizmi pis niyyətli, dağıdıcı enerji axını ilə pozulmuşdur. Həmin enerji bəstəkarın gənc yaşında ölümünə səbəb oldu. Hər bir peşənin xidməti sahəsi olduğu kimi, falçıların da xidməti yeri qəbristanlıq. Çünki onların fəaliyyəti əksərən qəbristanlıqlarla bağlı. Cadu haqqında məlumat toplamaq məqsədi ilə biz qəbristanlığa yollandıq. Lakin burada bizi uğursuzluq gözləyir. Yaxınlaşdığımız bütün insanlar, qəhlələrdən tutmuş ağsaqqal mollalara dək, verilişimizin mövzusunu eşidərək müsahibə verməkdən imtina etdi. Həmin anda onların üzlərində açıq-aşkar qorxu hissi oxunur. Nəhayət, hesabla 5-ci qəbristanlıqda biz məqsədimizə nail olduq. Mollalardan biri üzünü nümayiş etdirməkdən imtina etsə də, müsahibə verməkdən çəkinmədi. Bismillahirrahmanirrahim. Bəli, bəzi insanlar var ki, özlərindən gətirirlər, qəbirlərin arasında qalını bastırırlar. Bir neçə gündən keçəndən sonra bəyyərlərinə xəbər tatır ki, bəs sizə qalı olmaq üçündəsiz, o da üçün işini yerinir. Və bunun üçün bu yerləri hiç tutar muhafizlərin yanına. Edirlər, farklı baxır, yalan doğru qurarda baxır. Deyən, bəs sizin filan yerdə, filan qəbiristanlıqda filan ölünüz var və ölünün qəbrin böyründə, ya baş tərəfində, ya ayaq tərəfində, ya da böyründə dadı bastırılıb. Hökmən o qısılmaq lazımdır. Onlara qoşulurlar, gəlirlər həmən qəbrin ətrafını, biraz oradan, biraz buradan yavaşa qaza gedirlər, həmən tilsimi öz bastırdığı qadını tıxabırlar. Buna da gətirir ki, vəssalam, bu sənin tilsimin bastırılır, bu sağdır. Buna da sənin işin yaş olacaq. Müəyyən qədər məbləğdə pul alırlardan gedirlər. Və hadan bir şey gəlmək istəyirlər, gəlirlər. Səhər olur, günorta vaxtı olur, axşam üstü olur, bu vaxtda olur. Çox vaxtı onlar ətrafa baxırlar, görür ki, heç kim yoxdur. Məsələn, baxır o qəbir eşinməyə, yərinət orada basılmağa. Əgər məsələn o qəbir səbəbində o kimsə gəlirsə, onlar elə bir o işi görürlər, vaxtda qəbiri silməyə, təmizləməyə. Biz nə bilək ki, bu həqiqətən bu gələn qəbir üstə gələn bu insan onu yəsidirmi, yoxsa başqalandırmı? Biz onu görmürük də. Atarlar olur, sancaqlar olur, günbəci sapılar olur. Valla bu yağı deyirlər, onu valla bilmirəm nə olan şeydir. Belə nəsə bir yağlı kim nəsə bir şey olur, saflar olur, zübəci. Belə şeylə bastırırlar. Ya da indi atın baladan malları kimi dişi olur, belə işinə bastırırlar. Mən sağdan bunu işin əleyhinə görəndə də mən imkan vermirəm ki, nəsə belə bir şey eləsinlər. Onlar elə bir gizlincə qəbirstanlıq böyüdür, ağarızlıdır, görmək olmur, adam da gəlir gedir. Valla mən rast gələndə özün tıxadına, o gələndən sonra görəm orada nəsə bastırılıb, onu devirini tıxadan atırıb o tərəfdə bana. Beləliklə, qəbristanlıq cadusunun texnologiyası tam aydın oldu. Bir dənə iplə sarılmış cadu, bir ədəd yumurta, bir ədəd qıfıl və salam. Bunların hamısını yığırıq bir yerə və yollanırıq yaxındakı qəbristanlıqların biri. İstədiyimiz qəbrə yaxınlaşırıq və cadumuz hazır. İndi gedib həmin ailəni taparaq onlara cadu olunduğunu rahat şəkildə söyləmək olur. Belə bir dırnaq arası maddi sübutun qarşısında ən iradəli insan belə mat qalar.